Deməli 2 gün əvvəl deputat Günay Ağamalı barədə, daha doğrusu onun seçiciləri qəbulu zamanı elədiyi hərəkətlər barədə qısa bir video paylaşmışdım. Və orada mən öz təkliflərimi, iradlarımı, tənqidlərimi çox mədəni şəkildə çatdırmışdım və gözləyirdim ki, uzaqbaşı Günay Ağamalı nəsə bir söz demək istəyər və yaxud bir yazıb açıqlama vermək istəyər və buna da hazır idik. Düzü, ehtimal eləmirdim, bu ehtimallarım çox az idi. Çünki Günay Ağamalının savadı, səviyyəsi o dərəcədə deyil və bu da sübut eləyir ki, məsəl üçün, indiyə qədər o bir dəfə də olsun hansısa bir mətbuat orqanına, müstəqil mətbuatın qarşısına oturub sərbəst müsahibə verə bilməyibdir. Ancaq buna baxmayaraq, deməli, Günay Ağamalı özü cavab verməyə əvəzinə bir dənə südəmər uşağı malaka sosu qabağa veribdi, maşennikin birini. Bu məsələyə sonunda bir daha qayıdacağım. Və o adam da gəldi, başladı kommentlərdə, belə deyək də, qərəzli şəkildə statuslar yazmağa. Birinci yazdı ki, bəs ayıb olsun sizə, sizin videonuzda cəmi 3 nəfər baxıb, 5 nəfər bəyənib, neyini filan. Əvvəl elə bir zaman da yəqin qandırmır. Buna açıqlama verdim və o şəklini də çəkib göndərdim və istəyənlər girib səhifəmdə baxa bilər. Və orada buna izah elədim ki, baxış 1000 adamı keçəndən sonra Facebook'da Reels proqramı var. O Reels başlayır, həmən o videonu bir neçə hissəyə bölüb və onun yayımını gücləndirir. Və göndərdim ki, bax, videoya 2000'ə yaxın adam baxıbdır. TikTok'da bu 10.000'dən çoxdur deyəsən, Instagram'da 20.000'ə yaxın və s. Və bu ondan sonra təzədən başladı, söz tapmadı. Başladı yazmağa ki, bəs sizin də haqqınızda vaxtilə çox şeylər yazılıb, mən Google'da görmüşəm, baxmışam, bəlkə onu təzəliyək, belə bir ironiya ilə, gülüş, smiley də qoyub. Və bunun yanında mən girdim, araşdırdım ki, görün bu kimdir. Baxıram ki, bu deməli, Günay Ağamalının İctimaiyyət və Mətbuat Xidmətinin rəhbəridir. Belə bir təxminən vəzifəsi var. Və bu sifətdən çox tanış gəlirdi, ona görə Google'da da axtarış verdim və gördüm ki, həqiqətən bu adamı mən tanıyırmışam. Deməli, bu 7-8 il bundan əvvəl, onda lap cavan idi, bığları təzə çıxırdı. Bu adam ölkə prezidenti haqqında, onun ailəsi barədə, ulu öndər haqqında hətta çox təhqiramiz belə statuslar paylaşılmış və dəfələrlə buna xəbərdarlıq olunub, saxlanılıb, hətta həbs olunub. Və bugün soqqalardan çıxıb, deməli, xaricdən maliyyələşən Azadlıq radiosudur, qəzetidir, nə bilim, Kanal 13'dür və s. indi həbs olunub bir çoxları. Bu, deməli, mətbuat orqanlarıyla əməkdaşlıq edirmiş və orada da məlum oldu ki, bu adam, deməli, Google'da, YouTube'da bunun haqqında vaxtilə gedən nə o dələduzluqlarıyla bağlı gedən videolar, yazılar var. Hamısını sildirib bir neçəsi amma qalıbdır. Yəni, bu adamın kafası oraya qədər işləmir ki, bilmir ki, Google'dan hansısa materialı sildirəndə onun kökü başlığı orada qalır və girin baxın. Həmən o başlıqları vurursan, səhərdəki materiallar silinir. Və bu adam, deməli, 6-7 ildən sonra biraz kökəlib eləyibdir, gözünə eynək taxıb və İsmail, deməli, Nadirxanlı adıyla ortaya çıxıb ki, halbuki uzun müddət İsmail İslamoğlu kimi özünü tanıtdırmışdır, amma bunu o cür tanıyıb və dədəsinin adından imtina edib dəyişdirib nədənsə Nadirxanlı adıyla ortaya çıxıb. Və bu bilmir ki, dəvəquşun başını torpağa soxmaqdan deyil, quyruğu həmişə çöldə qalır və bu quyruğu görsəndi ki, bu əslində kimdir? Və mən də buna da yazdım ki, sən dədənin adını dəyişib eynək taxmaqla elə bilirsən ki, səni heç kəs tanımır, onu unutmuşum sən kim olduğunu. Bunu yazmağımla bu adam məni blok edib aradan çıxdı. Mənə zəng gelib dedilər ki, bu dələduz əvvəlcə gedib Razi Nurullayevin partiyasına gəlmiş olubdu. Orada nəsə maxinasiyalar fırlamaq istəyirmiş və Razi Nurullayev bunu aşkar edib, duyuq düşüb və bunu partiyadan qovalıbdır. Ondan sonra bu gəlib Günay Ağamalının partiyasına dürtülübdür. Və bunu mən araşdırıb baxıram ki, YouTube'da bir Mərkəz TV adlı bir səhifəsi var və bu səhifənin də nə az, nə çox 1.200.000 abunəçisi var. Qardaşlar, qoskoca illərinlə Musavat TV'si, Xura TV'si, Reaksiya TV'si, Laf TV'si gecə gündüz çarpışırlar böyük heyətdə. Heç yarım milyon abunəçiləri yoxdur. Necə ola bilir ki, səhifəsində də hamısı saxta o köhnə naftaliniyi verilmiş videolar qoyubdur. Necə ola bilər ki, belə bir adamı
1 milyon 200 bindən artıq abunəçisi olsun. Təbii ki, bu saxta yolla eləyib, burada da o dələduzluq eləyib və bunun nə yolla edilməyini hakerlər, internetdən yaxşı başa çıxanlar insanlar bilə bilər. Yəni burada da bu dələduzluq eləyibdir. İndi ay, hörmətli Günay xanım, siz yəni bu adamın kimliyini araşdırmadan ki, bu ölkə prezidentini, ulu öndəri təhqir edən bir adam olubdur, gətirib bunu partiyanın əsas ruporu sayılan bir, əsas önəmli postlarından biri sayılan mətbuat və ictimaiyyətlə əlaqədar şöbəsinə rəhbər təyin edirsiniz. Sizin ulu öndərə hörmətiniz budur, ulu öndərə də, prezidentə də xidmətinizi əməldə edin. Belə boş-boş işlərdən, görüntülərdən deyil. Ona görə də hörmətli Günay xanım, bir papağınızı qabağınıza qoyun, yaxşı-yaxşı fikirləşin. Mən sizin bu qədər savadsız, bu qədər səviyyəsiz, bu qədər naşı olduğunuzu gözləmirdim. Özünüzə hörmət qoymursunuz, heç olmasa rəhmətli atanızın ruhuna hörmət eləyin. Sizi bu səviyyə o gətirib çıxardıbdır. Çünki siz deputat seçilənə qədər heç kəs sizi tanımırdı. Heç olmasa kişiyə hörmət eləyin, onun zəhmətinə hörmət eləyin. Hər hansı bir rezonans doğuran bir addımlar atanda özünüz qalırsınız bir tərəfdə, atanızın şəklini qoyurlar, ona soyurlar. Ən alçaq ifadələrlə, görbəgər olsun, Allah lənət eləsin, ateşin bul olsun və s. və s. və s. Ona görə heç olmasa atanızın hörmətini saxlayın, özünüzü bu qədər aşağı səviyyəyə endirməyin, ayıbdır sizin üçün.